TikTok'da Velizar Official adlı səhifəni idarə edən Salman Məmmədovdan qonşusu şikayətçi olub. Doğru Xəbər Azərbaycan bildirir ki, daha öncə həbs edilən Velizar bu barədə özü paylaşım edib. O bildirib ki, gecə saat 00-dan 03-ə qədər canlı yayımda olub, musiqi qoşduğu üçün alt mərtəbədə yaşayan qonşusu ondan polisə şikayət edib. Hazırda heç bir narahatlıq yoxdur. Musiqi səsinə görə qonşu heç komendanta da xəbərdarlıq etmədən birbaşa polisə şikayət verib. Mən bu evə elə səsə görə köçmüşdüm. Qonşum məni izləyirsə, demək istəyirəm ki, heç olmasa komendanta bildirərdi, mənə də xəbərdarlıq edərdilər. Əgər davam etsəydim, onda şikayət edərdiniz. Gedib ərizəmi yazıb gəldim. Sadəcə çox həyəcan keçirdim, deyə o bildirib. Qeyd edək ki, bir müddət öncə Velizar barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilmişdi. O müvafiq qərarla inzibati qaydada həbs olunmuşdu.